Millət necəsiniz, nə var, nə yox? İşləyirdim gül kimi. Bir əmma çıxmalıdır da ortada da. Maşınım xarab olub qalmışam yolda. İndi usta gözləyirəm, gəlir. Starteri basıram, çık da eləmir, mık da eləmir. Nə deyirlər, loru dildə deyirəm də. Altından da nəsə damcılayır, eləyir. Bilmirəm. Bir həftədir damcılayır əslində. Bugün gedərəm, sabah gedərəm. Sonra getdim ustanın yanına, dedi, gəlin həftənin ortası gələrsən. Yəni bu həftəndə, bugün birinci gündür bu videonu çəkirəm. Üçüncü gün gedəsiydim ustanın yanına. Xarab olub qalmışam yolun ortasında. Siftafora gəldim, dayandım. Yaşıl yandı, mən qaz bastım, getmədi maşın, söndü. Xodladım, açar işarəsi, nəsə də o yan başınız ağrıtmayayım da çox. Verdim, indi yolun qırağına belə dayanmışam. Deyə, bura yoldur, elə bil ki. Deyə, bu da siftafordur, bax bura. Qalmışam indi burada. Kuryerik də belədir də. Bu maşın yazıq neynəsin? Gün 12 saatı bu maşın işləyir. Maşınlıq nə var? Təbii ki də vaxtında baxmaq lazımdır ki, maşına xarab olmasın. Amma olanda olur da belə. Təyinət video çəkəcək də, arxadan kamaz keçəcək, nə bilim, motosiklet keçəcək, vız-havız, səs-küy yaranacaq. İmkan verməyəcək, təyinət video çəksin. Belə. Belgraddayam, Serbiyadayam. 4 aydır buradayam, oktyabrın 10-dan gəlmişəm. İşlə bağlı qısa məlumat verim, işlə bağlı maraqlanırsınız. Velosipedlə gəlib işləmək istəyirsinizsə, şirkətə 1500 avro verməlisiniz. Motosikletlə 1600 avro verməlisiniz. Maşınla işləmək istəyirsinizsə 1700 avro verməlisiniz. Nəqliyyata görə qiymət dəyişir, amma içindəki təkliflər dəyişmir. O pulu gəldin şirkətə verəcəksən, gələndən sonra verəcəksən. Gəlməmişdən qabaq pasport bileti atmalısan ki, sənə iş dəvəti göndərsinlər. İş dəvəti sənə bir gün qabaq göndərilir. Pasportunla, biletinlə, cibindəki pulla, bir də ki, üstündə diplom ya da atistat olmalıdır, ya da şəhadətnamə ki, oturum üçün. Onlardan bir yerdə gəlirsən aeroporta, bir gün qabaq da mən sənə elə bil ki, şirkətin nömrəsini verəcəm. Danışassan, aeroportda səni gəlib qarşılayacaqlar, gətirib yerləşdirəcəklər, ondan sonra pulu verəcəksən. Ondan sonradakı proseslər bir həftə içində işə başlayacaqsan. Hansı nəqliyyat növünü seçmisənsə, onu sənə verəcəklər. Sonra 3 ay ərzində Azərbaycan vətəndaşı burada qala bilər onsuz da. 3 ay içində də oturuma müraciət olunacaq, 3 illik oturum götürüləcək sənə. Oturumun da cavabı 3 aydan tez gəlmir. Yəni bunu dəng eləməyin də tez-tez. Nə oldu oturum falan filan. Sənin onsuz da burada 3 ay qalmaq haqqın var. 3 ay belə yola verəsən. 3 ayda uzağı oturumumu gözləyəsən. 6 aya hər şey hazırdır. Nəysə. Belə. Yavaş-yavaş da işləyəcəksən. Bir ay içində onsuz da nəqliyyatının, evin pulunu vermirsən də onsuz da. Qalarsan, işləyə-işləyə bir dənə şişə haqqı həftəlik 4500 verəsən, qalanı öz zivvə. Növbəti aydan isə maaşından verəsən. Tutaq ki, maşın seçmisənsə 400 avro maşınına verəsən. Və ya da velosiped seçmisənsə 200 avro velosipedə verəsən. Motosiklet seçmisənsə 250 avro şirkətə verəsən. Yəni belə deyim. 200, 250, 400. Evin kirasını verəsən 200 avro, işləyə-işləyə. Bu növbəti aydadır. Gəlmirsən, bir aydır o pulun içində hər şeyi, xidmətləri görmürsən, növbəti aydır, maaşındandır bu. Kiraləri verdin, sonra ev kiravi verdin. Bir də 4500 yenə şirkət haqqı verməlisən. Bu hər ay olan bir şeydir yəni. İlk ay gələndə də növbəti aylardan da. Nəysə, belə özünüz necəsiniz, nə edirsiniz, nə iş görürsünüz? Razin sunda arıxmışam, yeməklər sunda arıxmışam. Nə bilim, öz millətimizin dili sunda arıxmışam. Fərqli dillər eşidirəm. Nəsə, mənə suallar verirsiniz ki, abi, bəs qayıdacaqsan Azərbaycana. Əslində, qayıtmaq fikrim yox idi. Avropaya getməyə fikrim var. Amma bir tərəfdən də bu aralar fikirləşirəm ki, Amerikaya gedim. İkisi arasında qalmışam. Son vaxtlarda Amerika beynimə düşübdür. Amma bugün dünənlərdə araşdırdım ki, əgər sən burada ölkəni heç bir şəkildə tərk eləmədən 3 il sən burada qalsan, sənə vətəndaşlıq verirlər. Nə bilim, bəziləri deyir, əgər evlənsən 3 ilə verirlər. Bəziləri deyir, evlənməsən, evlilik olmasa və ölkəni tərk eləməsən 5 ilə verirlər vətəndaşlığı. Bilmirəm, hər bir söz deyir. İndi də beynimə oturub ki, əgər 3 ildirsə, qalım burada 3 il, heç ara çıxmayım, vətəndaşlığını alım və Serbiya vətəndaşı olaraq
vətəndaşlığı ilə istədiyim ölkəyə rahat şəkildə gedib gələ bilim. Necə fikirdir? Nə bilim, belə bir şey ağlıma gəlibdi. Nəysə, hələ onu fikirləşirəm, hələ ona çox var. Növbəti suallardan biri də odur ki, abi idmana zadar necə, əyləncəyə necə vaxt ayırırsan? Sən axı 12 saat işləyirsən, necə çatdırırsan? Qardaşım, mən gecə saat 12 saat iş rejimidir. Gecə saat 12-dən 4-ə qədər işləyirəm. Səhər də durub 10-dan 6-ya qədər işləyirəm. Və yaxud da ki, gecə saat 12-dən 3-ə qədər işləyirəm. Səhər durub 10-dan axşam 7-yə qədər işləyirəm. 12 saat tamamlandı mı? Ondan sonra da gəlirəm, gedirəm idmanıma, canlı açıram, yemək bişirirəm, ora-bura da, axşam saat 12-yə qədər. Hansı ki, 12-də bir də çıxacam axı. O fikirə qaqa, günüm belə keçir. Nə bilim, çalışıram, davam eləyim, motivasiyadan düşmürəm. Hamı əziyyət çəkir, əziyyət çəkən bəhrəsini görəcək. Belə fikirləşirəm, davam da eləyəcəm. Siz də motivasiyadan düşməyin, davam eləyin. Hər şey birdən-birə olmur da, yəni. Nə bilim, düzdür, bəzən adama bu sözlər şablon kimi gələ bilər, amma əgər sən davam edəsən, bəhrəsini görərsən, içində bir inanc var da, içində bir məni yatmağa qoymayan, məni sındırmayan, yəni məni dayandırmayan içində bir güc var. O gücün sayəsində mən bu dəqiqə ayaq üstəyəm, yəni yoxsa, nə bilim, bəlkə də çoxdan xəstəxanalıq olmuşdum, yəni fikirdən. Davam eləyirəm. Nə olur olsun davam eləyəcəm. Siz də davam eləyin. Dediyim kimi də ruhdan düşməyin. Belə yəni. Yeməklərimi özüm bişirirəm. Burada produktlar biraz bahadır. Amma yenə də qazancınla pakrivat eləyə bilirsən də. Yəni qazandığınla alış-veriş eləyirsən, hə. Yəni sən Azərbaycandakı qazancınla, Azərbaycandakı pulla burada alış-veriş edirsən, təbii ki, 2 qat baha çıxar. Amma buranın öz pulu ilə uyğunlaşır da hardasa yəni. Belə yəni. Yeməklərinizi özünüz, əgər bura gəlirsə özünüz bişirin. Çöldə, bayırda yeməyin, çalışın. Belə. Polis nətər baxır orada, məni saxlayacaq. Düz piyada keçidinin böyrünə vermişəm maşını, svetoforun altına. Maşınım xarab olub da. Oradan mənə baxır. Onsuz da buranın polisləri sağ olsunlar, adama ilişmirlər, çox da şey eləmirlər. Azərbaycanlı sana sürgət yəni. Hörmət qoyurlar. Hörmət hörmətə bağlıdır da. Hörmət qoy, hörmət gör. Yəni belə bir şeydir. Evet, düz keçdi. Bizim polis olsa saxlamışdı. Nəysə dostlar. Siz də özünüzə müğayət olun. Məndə hər şey yaxşıdır. Sağ olun ki, yazırsınız, maraqlanırsınız, izləyirsiniz. İş haqqında başqa sualınız olsa şərhlərdə yazarsınız. Siz də öz fikirlərinizi şərhlərdə, şərh bölməsində qeyd edərsiniz. Eyni adla Dəyanət Fitness kanalı, eyni adla TikTok, Instagram kanalıma da takip atarsınız. Mən də bundan qidalanıram da, mənə dəstək olursunuz, mən də bundan qidalanıram. Ən azından burada tək olsam da, sizlə bir yerdə olanda, sizlə söhbət eləyəndə, canlı açanda özümü tək hiss eləmirəm yəni. Belə. Qarnım da ağrıyır, elə yerdə dayanmışam ki, ayaq yolu da yoxdur ya, bu nədir ya? Zəng də elədim, dedilər evakuator gələcək ya da usta gələcək 1 saat içində, ya ikisindən biri gələcək, bilmirəm. Neyinirəm ustan, evakuator gəlsin. Usta gəlib neyinəcək, burada yolun ortasında motor sökəcək. Nəysə, sağ olun da, müğayət olun. Başınızı ağırtdım. Görüşərik.